Çölmə ləvəngi, çölmə kabab, sincan plovu. Müxtəlif adlarda deyilən həmən o məşhur, ləzzətli yeməyi mən də hazırladım. Xüsusən də cənub mətbəximizin yeməyi sayılan sulu ləvəngi. Əvvəlcə soğanı tavada qovurmadım, sadəcə suyunun çəkilməsini gözlədim. Üzərinə blenderdan keçirdiyim qoz, palçıq, zoğal turşusu, duz, istiot əlavə edib qarışdırdım. Sonra çolpamın qolunu qaburğasını qırıb yaxşıca duzluyub istiotladım. Elə bütöv şəkildə də tavaya atdım. Kərə yağında yaxşıca o yüz, bu yüz qızartdım. Sonra üzərinə hazırladığım ləvəngini düzüb qaynar suyunu tökdüm və 1-2 saatlığına bişməyə qoydum. O bişənə qədər düyümü hazırladım. İndi isə bişmiş düyüdən ləzzətli bir qazmaq hazırlayaq. Bu qazmaq çox dadlı olur. Yumurta, xama, kərə yağı və düyü əlavə edib qarışdırıram. Tavanın dibinə düzüb 8 yerə böldüm. Üzərinə düyünü töküb dəmə yollayıram. Çölmə ləvəngimiz artıq yağa düşəndə deməli hazırdır. Toyuq da yumyumuşaq bişib. Nar mövsümündə üzəri ilə yalnız narla da servis edilməlidir. Bu yeməyi ilk dəfə bişirdim, amma bundan sonra əminəm ki, daha tez-tez bişirəcəm. Siz də hazırlayın. Bişməyi ilə yeyilməyi bir olacaq. Çünki çox ləzzətlidir.